Noyabrın 21-də Bakıda və Abşeronda havanın dəyişkən buludlu olacağı, tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Doğru xəbər Azərbaycan bildirir ki, Milli Hidrometeorologiya Xidməti bununla bağlı məlumat yayıb. Gecə və səhər yarımadanı bəzi yerlərində zəif duman olacaq, cənub-qərb küləyi əsəcək. Temperatur gecə 10-14, gündüz 17-21 dərəcə isti olacaq. Naxçıvan ərazisində də sabah yağıntı ehtimalı yoxdur. Havanın temperaturu 16-20 dərəcə isti olacaq. Azərbaycanın əksər rayonlarında da noyabrın 21-də yağıntı gözlənilmir. Bəzi yerlərdə arabir duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10, gündüz 17-21 dərəcə, dağlarda gecə 1-6, gündüz 12-17 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.